Sevgi, məhəbbət, bəli, bu elə insanlar yaranandan var. Biri o birisini sevir, qovuşa bilmir, o öldürür, biri qız qalasından atır, biri nə bilim orada gedir, özünü asır, biri kəsir, Atello Dazdemanını öldürür falan olur, bir hamısı var. Ölülər haqqında və Cəlil Məmmədquluzadə haqqında. Birinci, Cəlil Məmmədquluzadə dahi bir insandır. Onun biz 125 illik yubileyini keçirdik. Xatirinizdədir, mən orada nitqdə söylədim və o cümlədən Ölülər əsəri haqqında da dedim. Ancaq Cəlil Məmmədquluzadənin dahiliyi bir Ölülər əsəri deyil. Onun bütün yaradıcılıq fəaliyyətidir və o cümlədən Ölülər əsəridir. Ancaq eyni zamanda bilirsiniz, dünyada bu insan tarixində yaradılan əsərlər adətən keçmişdəki yaradan əsərlərə bənzəyirlər. Məsələ, Leyli Məcnun əfsanəsi haqqında nə qədər əsərlər yaranıbdır. Onu Nizami də yaradıbdır, Füzuli də yaradıbdır, Əli Şirnavai də yaradıbdır, başqaları da yaradıbdır. Məsələ, bir balet də yaratmışdı, bir erməni kompozitoru, xatirimdədir, Bolşoy Teatrda Moskvada da qoyulmuşdu. Yaxud da ki, Leyli Məcnun əfsanəsinə bizim mərhum Qara Qarayevin simfoniyası da var. Yaxud da ki, məsələ, Şekspirin əsərlərindən təkrar tələsmə, gələcəyim ona. Var, məsələ, başqaları var. Amma belə bir temada, belə bir süjetdə mən hesab edirəm ki, bəşər tarixində belə bir əsər yaranmayıb. Düzdür, anar, düz demirəm. Bu, qeyri-adi bir temadır. Sevgi, məhəbbət, bəli, bu elə insanlar yaranandan var. Biri o birisini sevir, qovuşa bilmir, o öldürür, biri qız qalasından atır, biri nə bilim orada gedir, özünü asır, biri kəsir, Atello Dazdemanını öldürür falan olur, bir hamısı var. Cürbəcürləri var. Yaxud da ki, padişahlar haqqında var, yaxud da ki, qəhrəmanlar haqqında var, dastanlar var falan. Amma bu cürə psixoloji bir tema, bunun kəşf olunması doğrudan da Cəlil Məmmədquluzadənin nə qədər dahi adam olduğunu bilir. Bu əvəzsiz bir şeydir. Bilirsiniz, mən bu Ölülər piyesini ilk dəfə Naxçıvan Dram Teatrında 13 yaşında olanda görmüşəm. Və o vaxtdan onun təsir altındayım. İndi də mənim gözümün qabağındadır o vaxt. Şeyx Nəsrullahın oynayan artist, o obraz. Kefli İskəndər, Şeyx Əhməd, başqa şeyxlər adlarını da demək istəmirəm. İndi də yadımdadır. O vaxtdan onun təsir altındayım. Həddindən artıq fəlsəfi bir əsərdir. İnsan fəlsəfəsinin ən yüksək zirvəsində olan bir əsərdir. Və bizim hesab edirəm çatışmamazlığımız və günahımız da bəlkə ondan ibarətdir ki, indiyə qədər bu əsəri biz dünyada tanıttıra bilməmişik, təbliğ edə bilməmişik. O əsərin düzdür, sonra xatirimdədir, gərək Tofiq Kazımov qoydu. Onu da biraz tənqid elədilər ki, o biraz onu o tərəfə əyib, bu tərəfə əyibdir. Sizin filminiz nə cürədir, bilmirəm. Amma qulağıma gəlir ki, güya Tofiq Tağızadə də onun bir balaca o tərəfə əyib, bu tərəfə əyib, onu da bilmirəm. Amma, hə? Amma ona mütləq baxacağım. Çünki mən hesab edirəm ki, bu bizim və bizdən sonra gələnlərin də borcudur ki, bu Ölülər əsərini dünyaya tanıdaq. Ona görə sizin bu Ölülər əsərinə müraciətinizi mən çox yüksək qiymətləndirirəm. Mən çalışacağım ki, o əsərə baxam. Onu siz göstərmişsiniz, cəmaat görüb, yoxsa yox? Onu mən xüsusi filmim, onu mən bayda stüdyo götürdüm, almışam. Amma ekrana bırakmıram. Bırakmamışsınız ekran. Bir dəfə televizyaya verdim, bilsinlər. Orada da başqa adla gedib, mənim kino adımının
ben sana. Aha. İdili kuş diyorsun Çınar. Ha. 225'ine həsr eləmişəm. Portreti var orada. Hı hı. O cümleyi həsr eləmişəm. Baharıq, ona baharam.